əzizlərim, kanalıma xoş gəlmisiniz və bugün çox gözəl bir video paylaşıram. Baxım rutinimi. Hal-hazırda gecədir və bu ağır makiyajı siləcəm, yuyacam. Nələrdən istifadə edirəm, ümumiyyətlə gecə rutinim necə olur, yuxuya necə hazırlaşıram, bunu sizinlə bölüşmək istəyirəm və hal-hazırda ən sevdiyim bançikaları yığmışam. Hamısını sizinlə bir-bir bölüşəcəm. Bu makiyajı səhər saat 11-12-də eləmişəm və hal-hazırda gecə saat 11-dir. Gün boyu üzümdə qalıb. İndi necə təmizləyəcəm onu göstərmək istəyirəm. Məlumat vermək istəyirəm ki, mənim üzüm şükürlər olsun ki, problemli deyil, dərin problemli deyil. Yəni bu genetikdir məncə, düzdür, yaxşı qulluq edirəm, etaplı qulluq edirəm, amma nə məndə, nə anamda, nə nənəmdə heç vaxt səpgili problemli dəri olmayıb, çox şükür. Yenə də dərim yağlı olduğu üçün ekstra qulluq tələb edir. Üzümdə kosmetika çox qalandan sonra çox yağlanır və evə çatıb tez üzümü yumaq, silmək istəyirəm. Heç vaxt nə qədər yorğun olsam da, nə qədər yuxudan gözüm yumulsa da makiyajımı silmədən yatmamışam. Siz də bunu etməyin. Ən yorğun vaxtınızda belə heç olmasa üzünüzü silin. Düzdür, yumaq da vacibdir, amma heç olmasa silin. Mən demirəm mənim etdiyim baxım tam düzdür və ya bu məhsullar mütləq ki sizə düşəcək. Ola bilər aranızda özünüzə uyğun olmayan məhsul belə görə bilərsiniz. Sadəcə hansı məhsullar mənə yaxşı təsir edir, yaxşı üzümə düşür, onları bölüşürəm. Bu o demək deyil ki, bu sizə də düşə bilər. Qısacası öz dərimə uyğun baxımımı göstərirəm. Məsələn, başlayaq bu məhsuldan. Mən üzümü Garnierin misillər suyu ilə təmizləyirəm. Mənə ideal düşür, mənim üzümü səpdirmir, dərimi gözəl edir. Amma bu məhsul haqqında çox pis rəylər də eşitmişəm ki, üzü belə səpdirir, elə səpdirir, heç üzümə düşmədi və s. Yəni bu mənim üzümə düşür, mən bəyənirəm. İllərdir ki, istifadə edirəm. Bəlkə 10 il, bəlkə 15 il. Bu arada Biodermanı da çox tərifləyirlər. Amma mən Biodermanı çox istifadə etmişəm, çox şans vermişəm, niyəsə bəyənməmişəm. Düz səpdirməyib, eləməyib, amma sanki makiyajı tam dərindən silmir kimi bir hissiyat yaradır məndə. Amma Garnierin sırf bu pink qapaqlı olanını çox bəyənirəm, çox razıyam. Makiyajımı bu misillər suyu ilə siləcəm. Yanaqlarım bu arada makiyajsız belə pinkdir. O vaxtlar yoldaşım hər zaman soruşurdu, makiyaj eləmirsən? Deyirdim, yox, yanağımın öz rəngi belədir. Çox sevirəm bunu. Dodaqlarımda bu arada demişəm, yenə də deyirəm, permanent var, ona görə rəngi belədir. Üzümü sildim, saçlarımı da yığdım ki, rahat olsun. Təbii ki, misillər suyla üzü silmək kifayət etmir. Çünki dərimizin dərin qatında o makiyaj hələ də qalır. Ona görə də yumaq şərtdir. Əgər ki, səhər SPF sprey və ya krem istifadə eləmişəmsə, mütləq ki, Gidrafil yağla bunu təmizləyirəm. Bu Gidrafil yağı Koreya markasıdır və mən çox razıyam. Qiyməti də mən biləm münasib olmalıdır. Heç bir üz yuma geli belə dərindən təmizləmir. Amma bugün SPF istifadə etmədiyim üçün bunu da istifadə etməyəcəm. Sadəcə göstərmək istədim. İllərdir dəyişməyən üz yuma gelim məhz Estee Lauder'dır. Ümumiyyətlə Estee Lauder'ın bütün baxım məhsullarını da çox sevirəm. İndi görəcəksiniz. İllərdir bunu dəyişmirəm. Üzümə çox düşür, çox dərindən təmizləyir. Belə üzümü fərah, tərtəmiz hiss edirəm bundan sonra. Düzdür, qiyməti münasib deyil. Mən bunu Port Baku'dan, Emporium'dan alıram. Amma bu qiymətə dəyər, çünki aylarla istifadə edirəm. Gördüyünüz kimi artıq bitib, heç nə çıxmır içindən. Çox bəyəndiyim bir məhsuldur. İndi isə başqa bir məhsulu göstərmək istəyirəm. Yenə Estee Lauder'ın reklamı ola bilərdi burada, amma təəssüf ki deyil. Bu gecə üz yuma gelidir, üstündə elə yazılıb. Bunu da çox bəyənirəm, üzümə çox düşür, dərindən təmizləyir və qoxusu da mükəmməldir. Bu məhsulu yeni kəşf eləmişəm. Belə mandarin, apelsin qoxusu var, çox gözəldir. Mənə Xonçada gətirmişdilər, amma yeni kəşf eləmişəm, çünki yeni görmüşəm. Və son günlər əlim ancaq buna gedir və üzümü indi bununla yuyacam. Sizə bu şirin qol bantlarımı göstərmək istəyirəm. Bunları Trendyoldan sifariş eləmişdim. Belə qollarıma taxıram və su keçirtmir. Üzümü yudum və salfetlə quruluyuram. Öz dəsmalım olsa belə, məncə onu istifadə etmək düzgün deyil, gigiyenik deyil ən azından, mən belə düşünürəm. Ona görə ancaq salfetdən istifadə edirəm.
İndi nə edirəm? Hər gün bunu etmirəm təbii ki. Ayda 1 dəfə, 2 dəfə üzümü dərindən təmizləmək üçün gil maskasından istifadə edirəm. Qiymətinin fərqi yoxdur. Münasib qiymətdə eyni effekti verir, lüks da eyni effekti verir. Sadəcə mən bunu Crescent Mall'dan almışdım, Voyage Beauty-dən. Qiyməti biraz yüksək idi, amma bunu da çox bəyənirəm. Adı belə gedir, Taş. Hardasa bunu 78 AZN almışdım, səhv xatırlamıramsa. Bunu təbii ki, fırça ilə istifadə edəcəm. Yağlı dərilərə xüsusilə bu lazımdır. Hətta həftədə bir dəfə belə istifadə edə bilərsiniz. Dərini dərindən təmizləyir, daha sonra qara nöqtələri azaldır, poraları kiçildir, yəni xeyri çoxdur. Üzümdə belə hardasa 15-20 dəqiqə saxlayıram, sonra özü quruyur, belə dartılma hissi olur dəridə, o zaman yuyuram. Hardasa 20 dəqiqə keçdi və hal-hazırda üzüm quruyub. Baxın, heç nə yoxdur, heç nə çıxmır. Alnım da elə quruyub. Ona görə artıq yumağın vaxtıdır. Belə bir sponcum var. Bu rahatlıqla maskanı üzdən çıxartmağa kömək edir. Bilmirəm hardan sifariş etmişdim, amma mütləq ki Temuda ya Trendyolda tapa bilərsiniz. Bunu isladıram. Belə islatdım və üzümü bununla təmizləyirəm. Hər dəfə suya batıra-batıra. Çox rahat çıxır. Barmaqlarım batmır, dırnaqlarıma girmir. Üzümü yudum, tərtəmiz oldu. Artıq bunları çıxarda bilərəm. Qara nöqtələr üçün ancaq bunu edirəm və bu arada bir cihazım var. Yüz təmizləmə cihazı ya siyah nöqtələrdən təmizləmə cihazı, belə bir şey gedir. Trendyoldan sifariş etmişəm. Belə bir başlığı var. Bütün kosmetoloqlar bundan istifadə edir. Çox rahatdır. Qara nöqtələri elə gözəl çıxardır ki, Instagramda bununla bağlı videom da var. Bəziləri mənə yazmışdı ki, bu cihazdan ehtiyatlı olmaq lazımdır, dərini zədələyə bilər və s. Amma mən istifadə etdim və professional da deyiləm. Sadəcə çox bəyəndim. Heç bir qıcıqlandırma olmadı, heç bir ağrı olmadı. Əksinə qara nöqtələrim çox qəşəng təmizlənir və tez-tez bundan istifadə edə bilirəm. Başlığı belədir və fərqli rejimləri var. Hamısını istifadə eləmişəm. Qara nöqtələriniz varsa çox məsləhət görürəm, amma bu gün istifadə etməyəcəm çünki artıq maska etdim. Nə qədər üzümü təmizləsəm də, yusam da, yenə də tonerdən istifadə edirəm. Toner çox yaxşı bir şeydir. Əvvəl niyə istifadə eləməmişəm bilmirəm. The Purist'in bu tonerini istifadə edirəm. Oil Control gedir. Yağlı dərilər üçün inanılmaz məhsuldur, çox gözəldir. Biraz belə pambığa tökürəm və dərimi təmizləyirəm. Mən üzümə baxım etməyi o qədər sevirəm. Həm makiyaj etməyi, həm saçıma qulluq etməyi, həm üzümə qulluq etməyi. Biz qızlar hər zaman baxımlı olmalıyıq və bundan zövq almalıyıq. Yəni mən bunu etmək üçün etmirəm. Sadəcə çox bəyənirəm. Bu prosesdən zövq alıram. Eyni belə bəyəndiyim Chanel-in və Estée Lauder'ın tonerləridir. Bu Chanel-in tonerini artıq bitirmişəm gördüyünüz kimi. Bunu da çox bəyənirdim. Dərim yağlı olduğu üçün təbii ki, bütün istifadə etdiyim məhsullar yağlı dəriyə uyğundur. Amma bu bayaq istifadə etdiyim bu gil maskası, üstündə yazılıb All Skin Types, bütün dəri tiplərinə uyğundur. İndi başlayıram dərimi nəmləndirməyə. Bu çox vacibdir. Mənim baxım kosmetikası deyəndə ağlıma gələn yalnız Estée Lauder və Chanel-dir. Düzdür, başqalarını da istifadə etmişəm, Kiehl's markasını və s. uyğun qiymətliləri. Amma mən kosmetikamda lüks məhsul sevirəm. Yəni bu o demək deyil ki, bu ən yaxşısıdır, ən güclüsüdür. Sadəcə estetik olaraq gözümə oxşuyur, həm də doğrudan da bəyəndiyim məhsuldur. Məsələn, onlardan biri Estée Lauder'dir. Bunun teksturası çox qəşəngdir. Hətta deyərdim quru dərilər də istifadə edə bilər. Dərini hədsiz yumuşaldır. Daha sonra bəyəndiyim məhsullardan biri Chanel-in bu kremidir. Yağlı dərilər bunu bəyənir, amma quru dərilər o qədər də yox. Mən çox bəyənirəm çünki belə gebe bir teksturası var və dərini yağlandırmır. Bu özəlliyi tam mənə lazım olan bir özəllikdir. Yenə Estée Lauder'dən 2 məhsul. Bu üz serumudur, bu da gözaltı üçün nəmləndirici krem. Bu məhsullar mənə Xonçada gəlmişdi. Düzdür, hamısını özüm seçmişəm. Amma çox bəyənərək istifadə edirəm və bu məhsullar bitmək bilmir. Night Repair gedir, elə gecə serumudur. Ona görə bunu istifadə edəcəm.
Belə qəşəng üzümü sığallaya-sığallaya masaj edirəm və nə yaxşı ki, Allah məni qadın olaraq yaradıb deyirəm. Görün dərimə necə parlaqlıq verdi. Görürsüz yəqin ki, bu parlaqlığı. Dərimi çox ağırlaşdırmaq istəmirəm. Ona görə ancaq gözaltı kremimi vuracağam. Bu da gözaltı kremidir, mükəmməl nəmləndirir. Üzümün parlaqlığına bax. Bu arada göz altımda o qədər fərq görürəm. Bu yaxınlarda bir prosedur etmişəm. Bu dolğu filan deyil əsla. Sadəcə baxımdır, yəni iynə ilə vurulur, amma baxım özəlliyi var. Əgər göz altınızda qaralma varsa, yorğunluq ola bilər, yuxusuzluq ola bilər və ya genetik belə ola bilər, bu prosedur sizə çox yaxşı təsir edəcək. Mən hələ bir dəfə etmişəm. Bunu 1-2 dəfə etmək lazımdır. Hətta 3 dəfə, 4 dəfə belə olar. Sadəcə məndə o qədər qaralıq heç vaxt olmayıb. Sadəcə daha gözəl effekt istəmişəm. Yəni necə konsiler vurub çölə çıxırıq, elə bir effekt istəmişəm makiyajsız və bir prosedura o qədər gözəl fərq görmüşəm ki, yenə gedəcəm mütləq. Əslində 2 həftə sonra gəl demişdi. Mən unutmuşam, ora-bura qaçıram deyə. Amma mütləq yenə gedəcəm. Storylərdə, Instagramda sizinlə bölüşürəm bu haqda. Kosmetoloqumu da bölüşürəm. Kim o storyləri görməyibsə yaza bilər, Instagramına ata bilərəm. Bir də direktdə mənə ən çox gələn suallardan biri odur ki, kosmetoloqunuz kimdir? Mənim bir kosmetoloqum yoxdur ki, mən hər şeyi sırf ona gedim. Birinə məsələn dodağa getmişəm, biri çənə avalımı edib, birinə sırf baxıma getmişəm. Ona görə bir kosmetoloqum yoxdur. Amma yenə də nə maraqlı olsa yazıb soruşa bilərsiniz. Bu arada ən çox gələn suallardan biri də botoksunuz varmı? Həyatımda 1 və 2 dəfə etmişəm. Hal-hazırda botoksum yoxdur. Gördüyünüz kimi burada xətlər var. Sadəcə mən mimikasız danışdığıma görə sırf videolarda onları görmürsünüz və heç bir botoks qaşları, gözləri belə yuxarı qaldıra bilməz. Qaş qaldırma, göz dartma və s. bunları da etməmişəm. Sadəcə mən Kifa xanımın yanına gedirəm hər zaman. Hər zaman deyəndə 3 ildə bir olur, 2 ildə bir olur, amma uzun müddətdir mən onu tanıyıram. Neçə il qabaq yanına getmişəm və o belə gözəl qaşlarıma forma verib ki, gözlərim belə yuxarı qalxıb, daha doğrusu qaşlarım və vizual olaraq botoks effekti yaradıb, dartılmış effekt yaradıb, amma heç bir botoks üzümdə yoxdur. Bir dənə də belə məhsulum var. Bu misdir. Bunu Rusiyadan alıblar mənə. My Biogen gedir adı. Çox qəşəngdir. Bu da üzü çox təmiz hiss etdirir, çox fresh hiss etdirir. Axırda belə üzümə vururam. Mən demək olar hər səhər, demək olar yox, elə hər səhər gözümün altına patçı qoyuram, amma mütləq soyuducuda saxlayıram, o zaman effekt olur. Məsələn olur ki, gec yatıram gecəni, göz altım yorğun olur. Olmasa belə, yəni makiyajı hazırlıq kimi bir şeydir. Mən çox effektini görürəm. O soyuq hiss o qədər ləzzət eləyir. Və təbii ki, təkli maskalardan da istifadə edirəm. Onları da soyuducuda saxlayıram. Ən gözəl dodaq məhsulu bitdikcə hər zaman aldığım Frudiadır. Həm Laneige çox bəyənirəm, həm də Frudianın bu məhsulunu çox gözəl nəmləndirir. Hər axşam, hər gecə yatanda bunu dodağıma çəkirəm, elə yatıram, səhər dururam ki, bal. Laneige-in də dodaq nəmləndiricisini çox bəyənirəm, amma bu mənim üçün birinci yerdədir. Elə baxım məhsullarından danışmışkən istəyirəm bədən kremlərimi də göstərim, əl kremlərimi də nələrdən istifadə edirəm. Ən bəyəndiyim məhsullardan birini də sizə göstərim. Bu qol altı üçün dezodorantdır. Alüminiumsuzdur, parabensizdir, silikonsuzdur. Bilirəm ki, bu məhsul haqqında da fərqli rəylər var. Bəziləri deyir ki, boşuna pul verdim, boşuna aldım. Amma mən valla çox bəyənirəm. Mənə düşür, tərləməyə qoymur. Düzdür, çox tərləyən bir insan deyiləm, amma xüsusən də yay aylarında əlimizdən tutan bir məhsuldur. Bu baxım videosudursa, təbii ki, bədən kremləri haqqında da danışmalıyam. Bu haqda da çox sual gəlir. Ən qalıcı hansıdır, ən çox nəmləndirən? Belə deyim, mənim üçün çox qalıcı bədən kremi və ya spreyi yoxdur. Çünki onlar bir neçə saat qalır bədəndə. Amma mən kremin üstündən ətir vuranda, bəli, ətir çox qalıcı olur, bütün günü qalır. O özəlliklərini sevirəm. Amma belə qoxu olaraq həm də bəyəndiyim, sırf qalıcılıq yox, ancaq bəyəndiyim kremlərdən biri Atelier Rebel'un Bərəkət seriyasıdır. Bunu çox bəyənirəm, hər gün istifadə edirəm demək olar. Və Victoria'nın Very Sexy kremi çox qəşəngdir, qoxusunu çox bəyənirəm. Doğrudan da elə yazıldığı kimi qoxusu var. Bunlar da Xonçada gələn məhsullarımdır. Lüks məhsulları çox sevirəm, bilmirəm niyə. Çünki həm böyük ölçüdədirlər, çox uzun vaxt bəs edir, həm də ki, effektlərini bəyənirəm. Məsələn, hər zaman soruşduğunuz sual şəkillərdə ayaqlarınız necə belə parlaqdır, necə belə nəmləndirirsiniz, pürüzsüzdür və s. Chanel'in ən çox bu kremindən istifadə edirəm. Gündəlik, bu dəyişmir. Yayda da, qışda da kremdən mütləq istifadə edirəm.
Qoxusu düzdür, çox sevdiyim qoxulardan deyil, gül qoxusu var. Mən gül qoxularını o qədər də sevmirəm, amma kremdə bəyənirəm. Və Chanel-in belə bir məhsulu var məndə, bunu da çox bəyənirəm. Bu losyondur. Effektinə baxın, qollarıma və ayaqlarıma çəkirəm və belə par-par parıldayıram. Və ən çox işlətdiyim əl kremlərini göstərmək istəyirəm. Biri Chanel-dir, biri də Estée Lauder. İkisini də çox bəyənirəm. Chanel əslində elə də wow nəmləndirmir. Sadəcə estetik olaraq sumkada çox gözəl görünür, şəkillərdə və sair istifadə edirəm, bəyənirəm. Amma yenə deyirəm, wow bir məhsul deyil. Yəni aptek məhsulu qədər əlləri yumşaldan, nəmləndirən bir məhsul deyil. Dior'u daha çox tərifləyirlər, deyirlər o daha yaxşı məhsuldur. Ona görə bu bitəndən sonra onu yoxlamağı düşünürəm. Amma Estée Lauder daha yaxşı nəmləndirir. Doğrudan da üzümü necə nəmləndiribsə, əllərimi də elə nəmləndirir. Bədən spreylərim Victoria'dandır. Bu shimmerlidir, belə par-par edir, zərli edir dərini. Bu isə bildiyimiz Bare Vanilla, qoxusunu çox sevirəm və harasa gedirəmsə, bir məclisə, toya, öz toyumda belə bu kremi istifadə eləmişdim. Yenə Bare Vanilla'nın shimmer kremini çox gözəl zər buraxır. Bir dənə də məhsul var ki, onun qiyməti çox münasibdir. Bəlkə 2-3 manata almışam. Bu da çox gözəl shimmerdir. Belə pıs-pıs edirəm və çox zərli edir. Toyumda bundan da istifadə eləmişdim. Bütün dekoltem zər idi, bütün parıldayırdım. Hətta üzə də istifadə etmək olar. Mən ayaqlarıma da istifadə edirəm. Belə bu formadadır. Adı da belə gedir. Bu qədər. Artıq yatmağa hazıram və videonu yekunlaşdırıram. Əgər bu videonu bəyəndisə, like edib, komment yazıb, abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.